Salam müəllimlər. İndi isə belə bir maraqlı sual var idi. Bu sualını izah vermək istirdim. Verilib bizə. Göründüyü kimi buradan MN parçasının AM parçasına, həmçinin bunun da AC parçasına bərabər olduğu verilib. Bizdən bu X bucağını istəyir. Baxın, əvvəlcə məlum olanları qeyd edək. Baxın, bura 20, bura 80-dir. Cəm əldə 100. Demək, bu bucağın payına düşür. Bu bucağın payına düşəcək 80 dərəcə. Bu üçbucaq bərabərli üçbucaq imiş. Sonra biz burada nə edə bilərik? Burada baxın 3 dənə bərabərlik var, düzdür? Biz burada AC-yə bərabər, həmçində AM-ə, AN-ə bərabər bir dənə A nöqtəsinə parça çəkək ki, bunlara bərabər olsun. Tutaq ki, baxın buradan bir A, məsəl üçün bura olsun deyək ki, K nöqtəsi. AK parçası bərabər olsun AC-yə. Bərabər olsun, bucaqlar da bərabər olacaq. Bu bucaq 80-sə, demək bu bucaq olacaq 80 dərəcə. Baxın 80 80 160, bu bucağın payına düşdü 20 dərəcə. Ümumi 80 idi axı, bu 20-dirsə demək yuxarı hissəyə qaldı. Bura qaldı 60 dərəcə. 60 dərəcə düzdür. İndi isə burada biz bunu təpə bucağı 60 görən kimi bunu biz bərabər tərəfli üçbucağa tamamlaya bilərik. Baxın, M ilə K-nı birləşdirsək, M ilə K-nı birləşdiririk. Təpə bucağı 60 dərəcə. Baxın, AK AM-ə bərabərdirsə, həmçinin təpə bucağı 60-dırsa, yan bucağın payına düşəcək. 180 çıxılsa 60 bölünsün 2, yəni 60-60 düşəcək. Bura düşdü 60 dərəcə, bura düşdü 60 dərəcə. Demək, bu da oldu bərabər tərəfli üçbucaq. Demək, MK məsafəsi də MN-ə bərabər oldu. Məsələmiz demək ki, həll olundu. 80 60 140. Demək, bu bucağın payına düşəcək 40 dərəcə 180 olması üçün. Bura 40-dırsa, bura da olacaq 40 dərəcə bərabər olduğu üçün. 40 40 80, bu bucağın payına düşdü 100 dərəcə. Baxın, bu oldu 100, bu oldu 60. Bizdə bu məsafə bucağı istirdi axı. Cəm neçə oldu? 160 dərəcə.